Bəli, valideynlər. Bu günlərin beyni olmayan şagirdlərimizdən istədiyiniz sualları verin, mən də cavablandırım. Müəllim, mənim oğlum dünənlərin 5-ci qatdan düşdü, beyni parçalandı, dünənlərim gecə klenə yapışdırdım, onlar 5 gün gəlməsə. O nədir ki, hələ mənim qızımın beyni olmasa belə, yəni də 3 dənə kəsrlərdən test çözə bilir. Mənim oğlum 5 dənə xiyarı birdən yeyə bilir. Mənim oğlum toylarda çox qəşəng halay çəkər. Hələ mənim oğlum keçən dəfə zibil qapının qapağından raket düzəltdi. Gələn dəfə Aktorvatik qalaktisinə gedəcək. Dostları ilə bərabər. Oha! Xeyr, mənim oğlum çox qəşəng oyun oynayır. Yo, mən bunu təsdiqləmirəm. Xeyr, mənim oğlum İsmail'in ən karizmatik uşağıdır. Sən mənim oğlum. Sən mənə söz yetişdirə bilmərsən bunu. Valideynlər, xahiş edirəm bir-birinizə hörmətlə yanaşın. Mənim oğlum çox yaxşılıqlıdır. Əsl mənim oğlum yaxşılıqlıdır. Ay, səni yapışdıraram yerə. Bu nə qara belə? Mənim oğlumun bir də qapaz var. Qarışqadan yekədir. Mənim oğlumun məndən daha çox yekəsi olmasına baxmayaraq beyni yekədir. Eşşək manqırısız uşaqlarınız bu qədər deyil heç.